Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Türkiyədə seçicilərin prezidentlik üçün ən çox üstünlük verdiyi şəxs Rəcəb Tayyip Ərdoğan olub. O, ümumi səsin 36,2%-ni toplayıb. Səyyar TV Global Infoya istinadən xəbər verir ki, bu nəticələr Asal Araşdırma Xidmətinin noyabr sorğusunda əks olunub. İkinci sırada Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş 22%, üçüncü sırada isə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdəki sədri Əkrəm İmamoğlu 20,4% ilə qərarlaşıb. Digər namizədlərin yığdığı səs faizi belədir. Səlahəddin Dəmirdaş 5,6%, CHP sədri Özgür Özəl 3,2%, Hakan Fidan 3%, Müsavat Dervişoğlu 2%, Ümid Özdağ 1,5%, Fatih Erbakan 1,4%, Yavuz Ağralioğlu 1%, Əli Babacan 0,4%, qərarsız, yəni fikrim yoxdur 3,3%. Sorğu 1. 9 noyabr 2025 tarixlərində 26 şəhərdə 18 yaşdan yuxarı 2015 seçici arasında kompüter dəstəkli telefon sorğusu metodu ilə aparılıb. Araşdırmanın 95% etibarlılıq səviyyəsi, 2,5% səhv payı olduğu bildirilib. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək.